Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farklı seçilmiş kaç katına şartları 5 bin dolarla alışlanmaya başladı. 2024-cü il avqustun 4-də 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun aldığı bıçaq yarasından ölməsi barədə 10-cu polis şöbəsindən Qaradağ rayon prokurorluğuna məlumat verilib. Şübhəli şəxs qismində Füzuli rayon sakini Nahid Həsənov saxlanılıb. Dindirilərkən o etiraf edib ki, saat 21 radələrində Qobu Park 3 yaşayış kompleksində aralarında yaranmış mübahisə zamanı tanışı Bəhruz Məmmədovun döş qəfəsinə bir bıçaq zərbəsi endirib. 5 avqust 2024-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Lökbatan qəsəbəsi Qobu Park 3 yaşayış kompleksinin heyətində baş verib. 37 saylı binanın 52 nömrəli mənzilində divanda 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun meyidi aşkar edilib. Cinayəti törədən Füzuli rayon sakini 1990-cı il təvəllüdlü Nahid Həsənov saxlanılıb. Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Bəhruz Məmmədovun ölümünə sağ ağciyərin zədələnməsi nəticəsində baş vermiş daxili qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, avqustun 4-də səhər Bəhruz Məmmədovun bacısı oğlu Əbəlfəz Muradlı ilə Nahid Həsənovun oğlu Osman Həsənov arasında kompleksin heyətində mübahisə baş verib. Bəhruz Məmmədov zəng edib bu məsələni aydınlaşdırarkən onun qızını söyüb. Buna görə Nahid Həsənov qonşusunu cəzalandırmaq qərarına gəlib. Saat 21 radələrində 37 nömrəli binanın yanında görüşüblər. Əlbəyaxa olan zaman bıçaqla Bəhruz Məmmədovun döş qəfəsinə bir dəfə zərbə indirib. Bu hərəkəti ilə Nahid Həsənov zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Nahid Həsənov bildirib ki, Bəhruz Məmmədovla orta məktəbdə bir sinifdə oxuyub, aralarında ədavət olmayıb. Bəhruz fotoqraf kimi fəaliyyət göstərib. Avqustun 4-də işdən yaşadığı ünvana gələndə məhəllədə oynayan oğlu Osman Bəhruzun bacısı oğlu tərəfindən vurulduğunu deyib. Buna görə həmin uşağı yanına çağırıb, bir daha belə şikayət eşitsə, onu cəzalandıracağını söyləyib. Bəhruz zəng edib söhbət etmək üçün onu stadionun yanına çağırıb. Hadisə yerinə çatan kimi Bəhruz yumruqla sinəsinə zərbə vurub, ayağından tutub qaldıraraq onu yerə çırpıb. Mübahisə zamanı bıçaqdan istifadə etməklə məqsədi ondan fiziki cəhətdən güclü olan tanışını qorxutmaq olub. Fərdi qaydada usta işlədiyindən daim cibində bıçaq gəzdirib. Kənar şəxslər onları ayırsa da Bəhruz söyüş söyərək yenidən üzərinə gəlib. Bu zaman bıçağı çıxarıb ona zərbə indirib. Dəfələrlə zərbələr vurmaq imkanı olsa da bunu etməyib. Sonra hər ikisi hadisə yerindən uzaqlaşıb. Məktəbin yanında məhəllədə yaşayan bir nəfərə özünə məxsus avtomobilin açarını verib, maşını sürüb yanına gətirməsini xahiş edib. Qardaşı Cahidə zəng edib hadisə barədə məlumat verib və Binəqədi ərazisində yaşayan dayısının yanına yollanıb. Qardaşı Bəhruzgilə gedib, onun yaralı vəziyyətdə divanda uzandığını görüb. Bəhruz Cahidə deyib ki, Nahidin tutulmağını istəmir. Bu səbəbdən təcili yardıma məlumat verməyə qoymayıb. Təxminən 2 saatdan sonra qardaşı zəng vurub Bəhruzun öldüyünü xəbər verib. Bundan bir müddət sonra polis əməkdaşı zəng edib deyib ki, idarəyə gəlsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Həsənov Nahid Vahidoğlunun ifadəsinin yerində yoxlanması istintaq hərəkətinə başlayaraq, istintaq hərəkətinin 16 avqust 2024-cü il tarixdə saat 12:00-da Qaradağ rayon prokurorluğunun inzibati binasına xidməti otağında başlayıb. Sənə 16 avqust 2024-cü il tarixdə qeyd olunan cinayət işi təqsirləndirilən şəxs qismində cəlb edilmişsən və sənə 91-ci maddə nəzərdə tutulan hüquq vəsə imzalanmışdır. Sənə tam mahiyyətli hüquq vəsə aiddir. Sənə vermiş olduğun, təqsirləndirilən şəxs qismində vermiş olduğun ifadəni yerində göstərmək, hadisə barədə məlumat vermək təklif olunur. Əlbəttə, yerdə qeyd edirəm. Hər hansı bir etirazın yoxdur? Xeyr, hadisə harada baş verir? Hadisə Qobu 137-ci binanın yan tərəfində.
Burada dayandığım yerdə. Bu buradan gəldi. Sən harda dayanmışdın? Mən gəl bəri. İstiqamətdə onu gözlədim. Sən gözlədin. Saat neçə olardı? Saat təxmini 11-in yarısı. Yox, 9:30-da. Aha. 9:30-da gəldim, o gəldi bu istiqamətə. Sən bilirdin o gəlməyini. Bilirdim. Oradan gəldi. Mən də Necə əvvəl əlaqə saxlamışdınız, necə? telefonla buranın qarşısına əlaqə saxladım. O mənə stadion yanına gəlməyə təklif elədi. Nalayiq sözlər dedi. Gəlməyənin belə oldu. Ağır söyüş söylüyor. Stadion yanına gəlib buradan keçdim. Gördüm stadion yanı yoxdur. Burada gözlədim. Yanında kimsə var idi sənin? Mənim yanımda heç kim yox idi. Sonradan yoldaşım gəldi. Aha, sonradan gəldi. Bəli. Gəldi məni götürdü. Seçdi. Mən gəldim bu istiqamətdən. Buradan keçdim. Yanında kimsə var, yox tək idi. Yanında 2 nəfər adam var. Sən onu gördün, birinci o səni gördü. Mən onu gördüm. Mənə çaldı. Harda? Hə, buradan. Hə, burada rastlaşdınız. Bəli. Aha. O mənə kəllə atdı. Mən kəllənin yayındırdım. Onun baş istiqamətindən yumruqla vurdum. Və vurduğum kimi də dizimlə vurdum. Başına. Bəli. Oturdu yerə. Oturdu, o mənim ayağıma girdi. Qaldırmaq istədi. O istiqamətdə bir dənə qolun altından vurdum. Vurandan sonra üstündə mən usta işlədiyimə görə üstündə bıçaq kəlpə. Bıçağı götürdüm və belinə batırdım. Esnaf nədir? Bir də. Sən necə? Bəli. Hansı formada? Burada nə var? Bax, bu formada girmişdi ayağıma. Mən də ortasına yedim. Bu formada vurdum. Bir dənə zərbə. Bir dənə zərbə. Sonra neynədi? Ondan sonra məni arılaşdırdılar. Və bıçaq bu istiqamətə düşdü. Əlimdən aldılar, bıçaq bu istiqamətə düşdü. Bıçağın forması barədə məlumat verildi. Bıçaq nazik bıçaqdır, pendir bıçağıdır. Və qarşı tərəfi, bir tərəfi qırçındadır, o mişar kimi. Dəstəyə nə rəhli? Qırmızı rəngdə dəstəyi var. Bıçaq Balaca düşdü. belə bıçaqdır. Sonra neynədin sən? Bıçaq düşdü, ondan sonra o maşın o yerdə dayanıyor, o qırmızı stopumuzda olan yerdə bir dənə maşın gəldi, yaxınlaşdı, saxladı, burada adam çox idi. Və məni götürdü, maşını əyləşdirdi, getdi məktəbin yanına. Siz buradan gedin, Bəhruzu görürdünüz. Bəli, Bəhruz burada oturmuşdu, yanında yoldaşlar oturmuşdu burada. Və mən buradan çıxdım, getdim. Getdim məktəbin yanına, maşın gətirdim, mənim öz maşınımı gətirdim. Məktəbin alt hissəsinə maşını əldə elədim, götürdüm. Yoldaşım girdi, götürdüm və binanın arxa istiqamətindən gəldim ora. Orada Bəhruz mənim pəncərəmin arasında dayanmışdı. Bəhruzu ayaq üstə. Bəli, ayaq üstə yanında da 3 nəfər var idi, dayanmışdı. Və mən pəncərəmdən belə tutub da dartınır. Yolda evdəkilər dedi ki, gəl çıxaq gedək qırağa. Getdik o istiqamət, orada dayandıq. Dayandıq. Və orada əlisimizi yuduk, su içdik. Oradan da yoluma davam elədim, daim yerin qapısına. Binəqədiyə getdik. Polis idarəsinə yaxınlaşdım, təslim oldum. Sən bıçağı hara atmışdın? Bıçaq bıçağı bu istiqamətdə vurandan sonra bıçaq əlimdən aldırar, düşdü bıçaq bu istiqamətdə. Bıçağın harada olması var, məlumat verə bilər. Bıçağın harada olmasına barəsində məlumat verə bilərəm ki, bıçaq o ağaçlıq istiqamətinə bıçaq böyle götürüb atacaq. Yəni mənə kömək məqsədi. Dəqiq məlumatınız var. Xeyr, Bıçaq qatlanan idi. xeyr, düz bıçaq idi, pendir bıçağı. Tiləsi nə qədər bunun? 6 santim. Bəli. 5-6 santim. Əvvəllər bu adamla sənin Heç bir ədamətim yoxdur. Yox, heç bir problemimiz yoxdur. Şeyimiz olmur. Nakşamız olmur. Sənin Bəhruzu vurmaqda məqsədin nə olmuşdu? Məqsədim onu vurmaq deyildi. Məqsədim onu qorxuzmaqdır. Ki o məndə bıçağı görsün və qaçsın.
Neçə zərbə yediniz Bir Bəhruz'a? zərbə etdim. Yazındadır zərbə hardındaydı. Əlbəttə. Oturdu rast vurdum. Çok belə çok canlı oturur sen daha. Yox, bu girmişdi ayağıma. Ha. Mən belə tutdum. Birinci yumruqla vurdum. Oradan. Zərər çəkmiş şəxsin hüquqi varisi Aytəkin Muradova ifadəsində göstərib ki, işdən gələndə evdə ərini, qardaşı Bəhruzu və qonşuları Cahidi görüb. Qardaşının bıçaqlandığını bilib. Cahid Bəhruza təcili tibbi yardım çağırmasını bildirsə də, qardaşı razılaşmayıb. Bir müddətdən sonra qardaşının halı pisləşəndə 103 xidmətinə zəng edib məlumat veriblər. Amma Bəhruzun həyatını artıq xilas etmək mümkün olmayıb. Şahid qismində dindirilmiş Əbəlfəz Muradlı ifadəsində göstərib ki, avqustun 4-də oynamaq üçün binanın heyətinə düşüb. Onun Nahidin oğlu Osmanla münasibəti yaxşı olmayıb, tez-tez dalaşıblar. Onların münaqişələrinə Osmanın söyüş söyməsi və ona sataşması səbəb olub. Həmin gündə o heyətdə topla oynayanda qonşusu yaxınlaşaraq onun ata-anasını söyüb. Buna görə Osmanı vurub. Nahid Həsənov işdən gələndə Osman qaçıb bu barədə atasına deyib. Həmin şəxs də pilləkəndə dayanaraq bir də oğlunu vursa, onu döyəcəyini bildirib. Nahid Həsənova Osmanın onu söydüyünü söyləsə də, o qulaq asmayaraq binanın blokuna girib. Sonra evə gələrək Nahidin dediklərini atasına və dayısına danışıb. Dayısı Bəhruz da Nahidə zəng edərək onunla mübahisə edib, qışqıraraq bir-birlərini söyüblər. Telefonu götürən atası Nahidə mənim uşağım nadincdirsə, sənin oğlun tərbiyəsizdir deyib. Bir müddətdən sonra dayısı çölə çıxıb, evə qaydanda su içib və divanda uzanıb. Məhkəmə iclasında Nahid Həsənov iddiamız üzrə özünü qismən təqsirli bilib. Əməlindən peşman olduğunu bildirən Həsənov qeyd edib ki, hadisə söyüşə görə baş verib. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib. Məhkəmə Nahid Həsənovun Bəhruz Məmmədovu öldürmək niyyəti olmaması və bıçağın əvvəllər üzərində olması barədə verdiyi ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mübarizəsi və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirib. Məhkəmə qənaətə gəlib ki, Nahid Həsənovun Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Nahid Həsənovun himayəsində 3 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib. 2025-ci il iyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Nahid Həsənov 9 il müddətinə azadlıqdan məhrum olunub. 2023-cü il oktyabrın 13-də Bakıxanov qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun öldürülməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Məlum olub ki, ağır cinayəti törədən Nəsimi Hüseynov hadisədən sonra 102 xidmətinə zəng edib, qohumuna xəsarətlər yetirdiyini və polis əməkdaşlarını küçədə gözlədiyini bildirib. Məhkəmə tibbi ekspertizasının rəyinə görə mərhumun bədən səthində 52 ədəd bıçaq yarası aşkar edilib. 2023-cü il oktyabrın 13-də 13-cü polis bölməsində tərtib olunmuş raporta əsasən saat 12:25-də 102 xidmətindən məlumat daxil olub ki, Bakıxanov qəsəbəsi Abışov küçəsi 23 ünvanında yaşayan Fərahim Şirəliyev zəng edib küçədə bir nəfərin bıçaqlanmasını bildirib. Hadisə Abışov küçəsi 8 ünvanında qarajların arxasında baş verib. Hadisə yerində qan ləkələri və bıçaq aşkar edilib. Ağcabədi rayon sakini 1984-cü il təvəllüdlü Nəsimi Hüseynov polis əməkdaşlarına yaxınlaşaraq təslim olub.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun bədən səthində 52 ədəd bıçaq yarası aşkar edilib. Ölümünə ürəyin, ağciyərlərin və ümumi yuxu arteriyasının zədələnməsindən törənən massiv daxili və xarici qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, oktyabrın 13-də Nəsimi Hüseynov Bakıxanov qəsəbəsində əmisi oğlu Elməddin Hüseynovun işlədiyi marketə gedib. Çay içib söhbət etmək bəhanəsi ilə onu aldadaraq birlikdə mağazadan çıxıblar. Abışov küçəsindəki 8 nömrəli evin yanına gəldikdən sonra Nəsimi Hüseynov qohumundan arvadı barədə yaydığı böhtan xarakterli söz-söhbətlərə son qoymasını tələb edib. Əmisi oğlu hər hansı sübut olmadan onun yoldaşı Samirə Hüseynovanın ünvanına nalayiq ifadələr işlətdikdə bunu özünə qarşı şərəf və ləyaqətini alçaldan hərəkət kimi qəbul edib. Üzərindəki məişət təyinatlı bıçağı cibindən çıxarıb Elməddin Hüseynovun qışqırmasına və yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə rəhimsizliklə boynuna, sinəsinə və qarnına çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə Nəsimi Hüseynov zərər çəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Nəsimi Hüseynov bildirib ki, 2008-ci ildə Samirə Hüseynova ilə ailə həyatı qurub, 3 övladları dünyaya gəlib. Bakıxanov qəsəbəsində qaynatasının bağışladığı evdə yaşayıblar. Müxtəlif tikinti şirkətlərində usta işləyib. 2021-ci ildən Rusiya Federasiyasının Mahaçqala şəhərində çalışıb. Yoldaşı Bakıxanov qəsəbəsində şirniyyat mağazasında satıcı işləyib. Münasibətləri yaxşı olub. 2023-cü ilin fevral ayında Bakı şəhərinə qayıdıb. Günlərin bir günü atası Səttar Hüseynov zəng edib onu evə çağırıb. Söhbət zamanı atası arvadının ona xəyanət etdiyini, buna görə də boşanmalı olduğunu bildirib. Bu barədə ona əmisi Ədilxanın oğlu Elməddin deyib. Hətta qohumu güya kiminləsə görüşən zaman Samirənin görüntülərini telefonla çəkib. O öz növbəsində atasına bu məsələni aydınlaşdıracağını söyləyib. Növbəti gün Elməddinin Bakıxanov qəsəbəsində işlədiyi marketə gedib, onu çölə çağırıb və arvadının video və foto görüntülərini göstərməsini tələb edib. Söhbət zamanı Elməddin Samirəni həqiqətən başqa kişi ilə görüşən, hətta öpüşən zaman gördüyünü, bunları çəkdiyini bildirsə də, görüntüləri ona göstərməyib. Ona telefonunun oğurlandığını deyib. Həmin gün axşam arvadını və əmisi oğlunu qardaşıgilin yaşadığı evə çağırıb, orada üzləşdirib. Elməddinin yalan danışdığını hiss edib. Samirə ona bildirib ki, Qurban adlı iş yoldaşı küçədə ona pul borcunu qaytarıb. Dayanıb onunla söhbət edərkən Elməddin onları görüb və bundan başqa bir nəticə çıxarıb. Bu söhbətdən sonra o aprel ayınadək Samirəni izləyib, lakin yoldaşının hərəkətlərində şübhəli heç nə aşkar etməyib. Dəfələrlə Elməddindən görüntüləri göstərməsini tələb etsə də, əmisi oğlu müxtəlif bəhanələrlə bundan yayınıb. Aprel ayında işi ilə əlaqədar yenidən Mahaçqala şəhərinə gedib. Sentyabr ayında Elməddinə zəng edib, nəyə görə onun ailəsini biabır etdiyini soruşub. Cavab olaraq sonuncu Bakıya gələndə söhbət edərək deyib. Yoldaşı barəsində yalan şayələr yaydığı üçün cəzalandırmaq məqsədi ilə Elməddinə bıçaqla xəsarət yetirəcəyini qərarlaşdırıb. Oktyabrın 5-də Bakıya qayıdıb. Ayın 12-sində günorta evdən çıxıb Bakıxanov ticarət mərkəzinə yollanıb. 1 manat 60 qəpiyə mətbəx bıçağı alıb. Elməddinin iş yerinə getsə də onu orada tapa bilməyib. Oktyabrın 13-ü saat 12-də bıçağı cibinə qoyub yenidən marketə yollanıb. Elməddinə söhbət etmək istədiyini söyləyərək bayıra çıxmasını xahiş edib.
danışa-danışa küçə ilə hərəkət ediblər. Avtoyuma məntəqəsinin arxasındakı davana çatıblar. Elməddini arvadı haqqında işlətdiyi nalayiq ifadədən əsəbləşərək gödəkçəsinin cibindən bıçağı çıxarıb, dayanmadan var gücü ilə zərbələr vurarkən əmisi oğlu qışqırıb qaçmağa çalışıb. O isə buna imkan verməyərək zərbələr vurmaqda davam edib. Elməddin yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. O 102 xidmətindən zəng edib əməkdaşa adam bıçaqladığını və olduğu yeri deyib. Bir neçə dəqiqədən sonra postpatrol avtomobilinin gəldiyini görüb. Polis əməkdaşlarına hadisə yerini göstərib. Elməddini təcili yardım avtomobilinə qoyub xəstəxanaya aparıblar. Nəsimi Hüseynov əlavə edib ki, cinayəti törədəcəyi barədə əvvəlcədən heç kimə məlumat verməyib. Elməddini arvadı barəsində yaydığı rüsva edici və həqiqətə uyğun olmayan məlumatlardan xəbərdar olduqdan sonra əsəbləri qismən pozulub. Qurban Piriyevlə aralarında xatırlamadığı tarixdə telefon danışığı olub. O Qurbana bu şayələrə görə ailəsinin dağıldığını, ona görə də görüşüb bu məsələni aydınlaşdırmaq istədiyini söyləyib. Həmin şəxs də Samirəni öz bacısı gözündə gördüyünü, aralarında yalnız iş yoldaşı münasibəti olduğunu və Elməddin Hüseynovun qadına böhtan atdığını bildirib. Bununla da aralarında olan söhbət yekunlaşıb. Bir daha Qurban Piriyevlə əlaqə saxlamayıb. Şahid Samirə Hüseynova ifadəsində göstərib ki, dəqiq yadında qalmayan tarixdə Qurban ondan 42 manat borc pul alıb. 3-4 gündən sonra saat 18-də işdən çıxıb evə gedərkən Qurban kartdan pulu çıxardıb borcunu qaytaracağını söyləsə də ona gec olduğunu və pulu sabah verməsini deyib. Buna baxmayaraq iş yoldaşı pulu indi vermək istədiyini bildirib və yaxınlıqda olan bankomata tərəf gedib. Qurban gəlib məbləği qaytaran zaman arxa tərəfdən qaynı Müşfiq və yoldaşının əmisi oğlu Elməddin onu çağırıblar. Yaxınlaşıb həmin kişinin nə üçün ona pul verdiyini soruşduqda onlara Qurbanın iş yoldaşı olmasını və borc verdiyi pulu qaytardığını deyib. Müşfiq buna inansa da Elməddin onların yalan danışdığını, aralarında güya sevgi münasibəti olduğunu, onları qucaqlaşıb öpüşərkən gördüyünü, hətta telefonla kənardan görüntülərini çəkdiyini bildirib. Müşfiqlə Qurban arasında sözlü mübahisə yaranıb. Elməddin yumruqla vurub iş yoldaşını yerə yıxıb. Onlara Qurbanla aralarında heç nə olmadığını izah etməyə çalışıb. Təxminən 1 saat mübahisədən sonra qaynı ilə birlikdə evə gəlib. Baş vermiş hadisə barədə yoldaşına məlumat vermək istəsə də, ailə üzvləri buna ehtiyac olmadığını bildiriblər. Səhərsi gün Elməddini və Müşfiqi 13-cü bölməyə çağırıblar. Qurban Piriyevlə aralarında barışıq əldə olunub. Bundan 3-4 ay sonra qaynatası Səttar Hüseynov ərinə zəng edərək ona həqiqətə uyğun olmayan məlumat verib və təcili Bakıya gəlməsini deyib. Yoldaşı ilə münasibəti yaxşı olsa da, qaynatası onların boşanmasını istəyib. Bununla bağlı Sabunçu rayon məhkəməsinə müraciət ediblər. Hadisədən təxminən 5 gün əvvəl Nəsimi Dağıstandan qayıdıb. Oktyabrın 13-də günorta işdə olanda polis bölməsinə dəvət olunub. Orada bilib ki, əri əmisi oğlunu öldürüb. Elməddin Hüseynovun onun barəsində rüsva edici məlumatlar yayması Nəsimiyə çox pis təsir edib. Yoldaşı sanki bunu özünə sığışdıra bilməyib. Hər dəfə Elməddinin düzgün hərəkət etmədiyini bildirib. Samirə Hüseynova əlavə edib ki, nə Elməddin Hüseynovla, nə də Qurban Piriyevlə aralarında sevgi münasibəti olmayıb. Şahid Fəraim Şirəliyev bildirib ki, ailə üzvləri ilə birlikdə Abışov küçəsi 23 ünvanında yaşayır. Oktyabrın 13-də küçəyə çıxarkən bir kişinin qarşısında çökmüş vəziyyətdə olan digər şəxsə bıçaqla ardıcıl zərbələr vurduğunu görüb. Qorxduğu üçün onlara yaxınlaşmayıb. 102 xidmətinə zəng edib bu barədə məlumat verib. Bir neçə saniyədən sonra həmin şəxs əlindəki bıçağı yerə ataraq oradan uzaqlaşmağa başlayıb. Yerdə yıxılıb hərəkətsiz vəziyyətdə qalan şəxs can verib. Buna görə o təcili tibbi yardıma zəng edib. Kimlər çəkir bu reymanı? Hüseyin Vəzifan burada. Əyləşinin müdafiəsinin. Etiraz yoxsa biz proses davam edirik. Proses davam etdirilir. Adi bir çəkiş aparılır. Etiraz yoxdur yanına hər.
Məhkəmə etiraz edilsin, sonra xahiş edirik ki, yəni təqsirlənən şəxs göstərilir. Bizim bir dənə səs yazısı var. Deməli, məhkəmə göndərilmiş səs yazısı var. Dinləyəsiniz. Kim göndərir? Hüseyn Səttar o zaman mərhumun telefonundan çıxıb. Kim göndərir onu? Hüseyn Səttar. Hə, Hüseyn Səttar. Bəli. Ben danışmışam, yer yazıp onu siz dinleyin. Etirazlar yoxdur. Etiraz yoxdur. Birinci bir səs yazısını dinləyək. Düzdür, sonra nə məqsədləndir? Sadəcə bu ünsiyyət münasibətlərə yox olsun. Bu nə üçündür? Dinləyək deyək. Məhkəmə iclasında Nəsimi Hüseynov çəkiliş aparılan zaman ifadə verməkdən imtina edib. Əmisi oğlu ona arvadını başqa şəxslə xəyanət etdiyini deyib, amma heç bir sübut təqdim etməyib. Bununla bağlı bir dəfə əmisinə zəng edib, oğlu ilə danışmasını xahiş edib. Əmisi də Elməddini oğulluqdan sildiyini söyləyib. Oktyabrın 13-də Elməddin üzr istəsəydi, bu hadisə baş verməzdi. Əməlindən peşman olduğunu bildirib. Zərər çəkmiş şəxsin hüquqi varisi Ədilxan Hüseynov ifadəsində göstərib ki, qardaşı oğlu Nəsiminin yoldaşı ilə bağlı gəzən söz-söhbətdən xəbəri olmayıb. Oğlu Elməddin öldürüləndən sonra üzrxahlıq etmək əvəzinə qardaşı Gil ondan prokurorluğa gedib şikayətçi olmaması haqqında ərizə yazmasını istəyiblər. Aralarında barışıq olmayıb. O təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Nəsimi Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam sübuta yetirilib. O həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2024-cü il iyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Nəsimi Hüseynov 17 il müddətinə azadlıqdan məhrum olunub.